evləndim. Elkimlə yoldaşım bir evdə sizdən İraq. 17 yaşında universitetə qəbul olundum. 17 yaşında ərə verdilər məni. Və qaynanam istəmirdi. Oğlan sevdi. Ailə qurdu. Qaynanam istəmirdi. Hansı qaynana sizi istəyir? Elə evləndiyim gündən sonra da hər kəsdən üzr istəyirəm ifadəmə görə hamilə qaldım. Hamilə qalandan sonra uşağı istəmədilər. Ondan sonra da qaynanam mənə dərman gətirdi, ürəyim bulanır deyə. Sən demə bu dərmanlar küçük dərmanıymış. Nəysə bu keçdi. Bir müddət sonra, hardasa 1-5 aydan sonra əmim oğlu rəhmətə getdi. Və qaynanam məni xəstəxana adı ilə, sən demə xəstəxananın həyətdə morqu var. Morqa apardı ki, gəl əmin oğluna axırıncı dəfə gör. Qapını açdı belə, mən də bilmirəm. O vaxt 17 yaşlı uşaq. Söhbət hardasa mən istədiyim bir 18-19 il bundan qabaqdan gedir. Qapını açan kimi mən elə bir ki, yarılmış meyidi göründü, qancaq bükülmüş. Ondan sonra... Ad çəkmə, hə. Vəziyyət pis oldu. Nəysə, xeyli keçdi, yəni yemək vermir, zülm verdi, konkret zülm verdi. Söhbət ondan keçdi. Qəsdən eləmişdik, uşaq üstünə qorxum falan filan. Ana oldu, mənə olandan sonra yəni məni atdılar, aləm sahibçisi, yenidən barışdıq. Yenidən barışanda da, burada da mənim qaynım rəhmətə gedib, bir dənə dul elkim var evdə. Ölənlər rəhmətlik. Getdi, həmən vaxtda mən barışdım. Barışandan sonra elə bir yenə də uşağıma gün vermirdi, zülüm, nəysə. Bir gündə elə hardasa xəstəlik tutdu, uşaqda mən də xəstəlik tutdu. Yaman temperatur içində dərman istəməyə elə qapı qonşu yolda yan yana.